Allahın salamı, rəhməti, bərəkəti olsun. Siz, əziz izləyicilərə xoş gördük. İbadətləriniz qəbul, dualarınız qəbul olsun. İnşallah bu əzəmətli gecələrdə etdiyiniz dualar Allah dərgahında qəbul olsun. Möhtərəm izləyicilər, Allah günahlarımızı bağışlasın. Dəyərli ruhanimiz Hacı Ramil Bədəlova sözü veririk. Sizinlə salamlaşsın. Hacı, xoş gördük sizi. Mən də sizi xoş gördüm. İlk öncə sizi salamlayıram. Allah sizi hifz eləsin. Nasib olsun Dəyərli inşallah. izləyicilərimizi salamlayıram. Xoş gördüm sizləri. Allah dualarınızı qəbul eləsin inşallah. Amin inşallah. Allah razı olsun Hacı. Yaxşısız ümid edirəm. Mən yaxşıyam. Allah köməyiniz olsun. Allah sizi qorusun, güc və qüvvət versin inşallah. Çox sağ olun. Hacı, bugün çox önəmli bir mövzuya toxunacaqsınız. Dünən maraqlı bir yerdə dayandıq. Bugün çox əzəmətli bir şəxs barəsində, yəni onun adını deyəcəksiniz. İnşallah səbirsizliklə gözləyirik. Allah sizdən razı olsun. Bəli, bizim mövzumuz Əhl-i Beyt Quranda idi. Yəni Quran-ı Kərimdə Bəli. Əhl-i Beyt haqqında olan ayələri, imamətlə olan ayələri araşdırırdıq və dünənki gecə bir ayəyə yetişmişdik. Bəqərə surəsi deməli 207-ci ayə və bunun ətrafında danışırdıq. Və Bəqərə 207 ayə belədir. Əuzubillahiminəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və minən-nasi men yəşri nəfsəh ibtiqa'a mərdatillah vallahu raufun bil ibad. Yaxşı, deyir mənim bəzi bəndələrim var, canlarını mənə fəda eləyirlər və istəkləri də yalnız və yalnız mənim razılığımdır. Allah bəndələrinə raufdur. Hər halda bu ayədən öncə 3 dənə ayəyə baxmağımız zəruri idi. 3 dənə ayədə əziz Allahımız orada da minən-nas deyir ki, orada bir nəfər şəxsdən söhbət açır, Bəqərə 207-də bir başqa şəxsdən söhbət açır. Deməli, 204, 205, 206-cı ayə bir nəfərdən söhbət açır, onun xarakterini, onun psixoloji halını, onun sözlərini, necə bir insan olduğunu bizə təqdim edir və ondan sonra bu 207-ci ayə deyilsə, elə bilirəm, daha dəqiq başa düşülər mövzu. Orada bir nəfər şəxsən söhbət gedir. O kimdir? Deyir, o elə bir insandır ki, səlis nitqi var. İnsanları aldada bilir. Onun insanların psixologiyasına bələddir. Duyğularına toxunur, emosiyalarına toxunur, inanclarına sui-istifadə edir. Bu yolda bütün gücünü səfərbər edir. Özündə zərrə qədər nöqsan görmür, özünü çox ağıllı zənn edir. Bu bir şəxs. Ya bir zehniyyət, amma bir şəxs olmağı qətidir, tarixdə bir şəxs. Çünki Allah bizim Peyğəmbərimiz deyir, mən yu'cibukə, səni təəccübə gətirir. Görünən bu bir adamdır. Amma adam da olsa, bu bir dənə zehniyyətdən də xəbər verir. Belə insanlar həmişə olub, həmişə olacaqlar. Deyir ki, bura qədər adam ayəni oxuyanda sanki biraz məyus olur da, biraz narahat olur ki, gör kimlər olub, kimlər var. Onun müqabilində Allahımız deyir ki, yox, bunun müqabilində elə bir bəndən var ki, və minən-nasi mən yəşri nəfsəhu. O, tamamən bütün varlığını, hər şeyini, canını, malını, həyatını, nüfuzunu, özünü, sözünü fəda edir mənə. Nəfsəhu geniş kəlmə. Özə istək nədir? Sən məndən razı qal. Məni istəyir o. Məndən başqa bir şey istəmir ki o. Yaxşı, bu Bəqərə 207-ci ayə hansı mövzu ilə bağlıdır? Birinci, mən bunun şən nuzulunu, yəni niyə nazil olub bu ayə, onu izah edeyim. Məkkə müşrikləri bir yerə toplaşır ki, niyə bu Peyğəmbəri necə eləyək ki, aradan götürək? Və Məkkənin ən böyük adamları ki, o Məkkəni idarə edənlər, müşriklər. Yığışırlar bir dənə evə, orada başlayırlar söhbət eləməyə. Müxtəlif fikirlər irəli sürür, hərəsi bir fikir söyləyir. Axırda Əbu Cəhlin fikir qəbul olunur. Hətta o fikirlərin içərisində öldürmək də var idi, zindana salmaq da var idi, sürgün eləmək də var idi. Əbu Cəhl bir fikir təklif edir. Deyir ki, gəlin öldürək, məsələ bitsin. Amma bir neçə dənə qəbilədən adam götürək ki, ərəblərin qəbilə təəssübü də var idi. Bəli.
bütün qəbilələrin əlini qana bulayaq. Necə ki, İmam Hüseyn əleyhissalamla mübarizə 30 min adamı göndərdi, İbn Ziyad müxtəlif yerlərdən, müxtəlif təbəqələrdən ki, hamının əli qana bulaşsın, heç kəs etiraz eləməsin sonradan ki, söz də eləmişsiniz də, bulaşdıraq əllərini, pisliyə. 30-40 dənə qəbilədən adam seçilir. Təşkilatlanmış şəkildə, proqramlı, planlı şəkildə addım atırlar. 30 nəfər, 40 dənə qəbiləni razı salırlar. Hərəsi bir dənə adam oradan təmsil edir onları. Və plan budur ki, belə ki, gedək neyniyək, Peyğəmbəri öldürək. Suiqəst edək. Və ondan da qabaq, amma ayə gəlir, nazil olur. Həmən ayədə əziz Allahımız Cəbrail vasitəsilə Peyğəmbərə xəbər verir ki, planları var, neçə dənə. Ayə belədir. İz yəmquru bikəlləzinə kəfəru. Ay Peyğəmbər, bunlar yaman hiləgərcəsinə plan tökürlər. Yəmquru məkirdir. Bunlar məkirdirlər, hilələri var, kələkləri var, planları var. Liyusbituk ov yəqtuluk ov yuxricuk. Bir planları budur, səni zindana salsınlar. İkinci planları budur, səni öldürsünlər. Üçüncü planları budur, səni sürgün etsinlər. Amma ya Rasulallah, yəmkuruna. Bunlar hilə edirlər. O yəmkurullah. Mənim də bir tədbirim var, narahat olun. Vallahu xeyrul məkirin. Allah gözəl tədbir tökəndir. Bu mövzunu Allahın Peyğəmbərinə Cəbrail gətirir, çatdırır və eyni zamanda ayət oldu. Peyğəmbər o hilənin qabağında bir dənə plan, o da bir addım atır. Və o planda Əmirül-Möminindən danışır. Deyir, Əli, belə bir məsələ var. Mən hicrət edirəm. Və bəzi insanların müəyyən əşyaları məndə var. Yaxşı. Nələrsə var əmanətləri, pulları, əşyaları. Sən qal, həm onları çatdırarsan, sonra gələrsən. Həm də mənim yerimdə sən yat ki, ki, onlar bilsinlər, mən evimdəyəm. Sən keç ora. Əmirül-Möminin deyir, oldu. Baş üstə. Yəni, ya Rasulallah, sən edirsən o. Yaxşı. Xülasə, həmən yerdə Əmirül-Möminin gedir, qalır. O evində, Peyğəmbərin evində. Və bunlar gəlirlər. 40 nəfər gecə vaxtı gəlirlər. Fəbatə aliyyun. Əmirül-Möminin yatmışdı. İnşallah, arxayınlığa baxın. Qorxu yoxdur. Adam bilsə ki, nəsə ola bilər, canında bir xof düşər, ay Allah belə olar, ay Allah elə olar. Bu insan zərrə qədəri, xof yoxdur. Xof yalnız Allahdandır. Allahdan siva heç kəsdən qorxmur bu insan. Yatıb. Onun tarixi sözünü də deyin də imamında. Buyurun, deyin. Yox, siz deyin də. Bilməm, az söz deyirsiniz. Dedi, ömrümün ən şirin yuxusu idi orada. Ən şirin yuxusu idi, hə. Bəli, maraqlı ifadə. Yaxşı. Bunlar gəlirlər, deyirlər ki, elə bilmirlər axı əleyhissalam. Deyirlər ki, əyqizuhu diyəcid ələməl qatl. Gəlin oyadağın onu. Öldürəndə də o ağrını hiss eləsin. Adam yatan halda öldürəndə bilməz. Qoy, həm psixoloji təsirliyə qalxsın, bizi görsün, həm vuraq. O qədər nifrət kim var idi ki, Peyğəmbərə qarşı. Bunlar deyirlər, birinci oyadaq. Bizi vurmurlar, bizi oyatmaq istəyirlər. Və gəlirlər oyadanda görürlər ki, əleyhissalam. Birdən anılır Peyğəmbər qaçıb. Da əleyhissalam qalır, bunlar deyirlər, tez Peyğəmbəri öldürməli, bunların niyyəti budur. Və əleyhissalam da sağ qalır, sözsüz ki, onlar gedirlər Peyğəmbər axtarmağa. Bu məsələnin bir tərəfi. Bu ayə nazil olur. Bu minən nas. Mən yəşri nəfsəh. Mənim elə bəndən var ki, bütün canını qurban eləyir. Da ondan tərəfə nə var deyir? Canını qurban eləyir. Özdə ibtiğa mərzatillah. Məni istəyir, başqa bir şey istəmir. Səndən səni istəyirəm. Səndən başqa heç istəmirəm. Bu ayə gəldi. Bu mövzu Əmirül-Mömin haqqında olması haqqında əhl-i sünnə mənbəsindən statlar deyirəm sizə. Dəyərli qardaşlarım da baxsın, dəyərli bacılarım da baxsın. İbn Əbil-Hədid deyir ki, bu hədis, bu mövzu mütəvatirdir. Yəni, çox mənbədə qeyd olunur. Bunu hara deyir? Cild 3, səhifə 27, Şərh Nəhcül Bəlağa. İndi deyirəm sizə. Əhməd ibn Həmbəl. Əhl-i sünnə mənbəsi, düzdür? Əhməd ibn Həmbəl.
Müsnədində cild 1, səhifə 882. İndi mən adlar çəkəcəm, sənədlərin daha nömrəsini yazmıram. Kimsizin nömrələrini də göndərərəm. İbn Əsir, Ustul Qabə kitabında. Qəzzali, Əhyaul Ulumda. Yaqubi, tarixində. Hakim Əskani, öz əsərində. Fəxri-Razi, Təfsirul Kəbirdə. Sibt İbn Cuzi, Hənəfi, Təzkirətul Xavas, belə bir əsərində. İbn Hişam öz sirəsində, Hələbi öz sirəsində, hələ nə qədəsini yazmamışım. Ən məşhurları. Ən məşhurları yazmışam. Hə, elə sənədlərə baxırdım, bundan çox idi. Tabii mən çox vaxt almaq istəmirəm. Yəni bu elə bir mövzudur ki, şəkk olması mövzu deyil. Ona görə İbn Əbil-Hədid dedi ki, mütəvatirdir. Mütəvatir, yəni buna şəkk eləməyin da siz. O da əhl-i-sünnə alimidir, onu deyən. Hə, bu görüblər belədir, bəzilərini iniblər. Deyiblər, nə olsun 50-dir? Fəzilət deyir ki. Allah. Bilirdi də heç nə olmayacaq. Birinci mən o mövzunu eləmək istəmirəm. Bilirdi ya bilmirdi. Bilirdisə fəzilətdir, bilmirdisə fəzilətdir. Bilirdisə ya qeybi tərəfdən bilirdi, Allah bildirmişdi. Deməli qeybdən bilir. Ya Peyğəmbər bildirmişdi. Peyğəmbər demişdi, narahat olun. Gör Peyğəmbərə nə qədər imanı var ki, nə qədər arxayındır ki, gedir yatır o yerində. Yaxşı. Ya hər halda bilmirdisə belə Peyğəmbər gör nə qədər Peyğəmbərə imanı var, nə qədər mütidi Peyğəmbərə ki, oldu başlayır. Ölümə də razıdır, hətta öləcəyini. Bəli. Hər halda o tərəfi də fəzilətdir, bu tərəfi də. Bir də ki, Quran öz ayəsi fəzilətdən söhbət açır. Allah tərif edir bu ayədə. Bu fəzilət olmasa Allah niyə ay nazil elədi ki? Allah deyir, minən-nasi mən yəşri nəfsə. Mənim belə bəndən var. Mənim belə bir bəndən var. Yəşri nəfsə ibtiğa mərzatillah. Canım verir. Bu tərifdir də, bu fəzilətdir də. Allah ayə nazil edib bu mövzu haqqında. Deməli, bu da aydın oldu. Yaxşı. Bu ayə ilə bir dənə başqa bir ayə ilə izah edək. Gəlin görün Əmirül-Möminin məqamından biraz da tanış olaq. Əhl-i Beyti biraz yaxından tanıyaq Quranda. Bu ayədə əziz Allahımızdır. Minan-nasi mən yəşri nəfsəhu. Mən bəzi bəndələri var inirlər, satırlar canını. Bir başqa ayədə Allah Teala buyurur, İnnəllaha iştəra. Allah aldı. Burada Allah aldı deyir, orada filankə satdı deyir. Aha. İndi mən Allah aldı mövzusunu qoy izah edeyim. O da maraqlıdır. Qoy onu izah edeyim, orada çıxarış edeyim. 2 dənə ayə əlaqələndirək. Allah Quranda buyurur, Tövbə surəsi 111-ci ayədə İnnəllaha iştəra. Allah aldı minəl mümininə, möminlərdən. Nə aldı? Ənfusəhum, canlarını da aldı və ənvaləhum, mallarını da aldı. Baxın, bir dənə izah verim sizə. Deməli, böyük bir dənə ticarət olanda 6 dənə mövzu var. Bir alıcı var, o zaten bəllidir. Bir satıcı var. Satan nəsə satır, alan da o müqamda nəsə verir. Deməli, 4 oldu da. Alan nəsə verir, satan da neysə satır. Satan var, alan var. 2, 5 şahid olur ticarətdə böyütcə. Bir də ki, sənəd imzalanır. Allah burada həm alandan danışır, həm satandan danışır. Alan neyi alır, satan neyi satır, ondan danışır. Həm şahiddən danışır, həm sənəddən danışır bu ayədə. İndi hamısını deyirəm sizə. İnnəllaha iştəra. Allah aldı. Alıcı kimdir? Allahdır. Xoş olsun o insana ki, onun canını Allah aldı. O insan ki, ömrünü verdi şeytana, nəfsaniyyətə, uduzdu. Onun Quranda bir ayə var. Ləm rəbihət. Ticarəti yaxşı olmadı bəzi insanların ticarəti. Yaxşı ticarət eləmədilər. Və yaxud bizdə deyirlər, batırdı. Hə, sən uduzdu, əhsən. Amma bu ayədə İnnəllaha iştəra. Allah aldı. Alıcı kim oldu? Allah. Minəl mümininə, möminlərdən. Satıcı kimdir? Möminlər. Deməli, alan Allahdır, satan mömindir. Mömin nə satır? Ənfusəhum və ənvaləhum. Can satır, mal satır. Yaxşı. Alıcı bəlli Allah. Satan bəndə mömin. Satdığı canla mal. Allah nə verdi? Bəənnə ləhumul cənnə. Aldı, cənnət verdi. Bu da aydın. Yaxşı.
yuqatiluna fi sabilillah və yaqtulun və yuqtalun. Onlar elə bəndələrdir ki, Allahın yolunda mübarizə edirlər, bəzi vaxtlar ölürlər, bəzi vaxt sağdılar, şəhiddirlər, diridirlər. Yaxşı. Va'dan alayhi haqqan. Bu mövzu ki, mən sizə deyim, Allah deyir, mən aldım, onlar satdı. Bu bir vədədir, bir də haqq vədədir. Fit Tevrati vəl İncili vəl Qur'ani. Həm Tövratda var bu söhbət, həm Quranda var bu söhbət, həm İncildə var bu söhbət. Yəni bu mövzunun sənədi Qur'andır, Tövratdır və İncildir. Tövrat, İncil, Quran kimə gəlib? Musa, İsa bizim peyğəmbər. Şahidlər Musadır, İsadır bizim peyğəmbərdir. Deməli yığdıq ayəni bir yerə. Alıcı Allah, satıcı bəndə. Satan can satır, mal satır, alan isə müqabilində cənnət verir. Şahidlər İsa, Musa, bizim peyğəmbər, sənəd, Tövrat, Quran və İncil. Oldu? Bu bir ayə. Yaxşı, çox gözəl. Burada Allah aldı. Və indi buradan bir dənə məqamda mövzu çıxartacaq hələ öz yerində. Burada satıcı keçib qabağa, belə deyək, alıcı düşüb qabağa. Allah deyir, alıram. Kim satır? Benim alıcı düşüb qabağa. Kim satır axı? Gəlin də, mənə tərəf gəlir. Zaten ömrümüz gedir də. Başqa yerlərə verməyin də ömrü. Verməyin dünyaya, verməyin nəfsaniyyətə, verməyin dünyanın cazibəsinə, verməyin şeytana, verməyin o insanlara ki, ömrünüzü puç eləyəcəklər. Mən alıram da mənə verin. Alıram. Neçə dəfə deyir, alıram. Amma bu ayədə Əmirül-Möminin deyir ki, və minən-nasi mən yəşri nəfsə, satıram, verirəm. Ya Rəbbəl aləmin, alarsanmı? Acizanə xahiş edir. Mən gəlmişəm satmağa, sənə satmağa, ünvanım sənsən, səni istəyirəm, səndən siva heç nə istəmirəm. Biraz da açıram. Alıcı ilə satıcının fərqi var. Nə mənada? Bir var, baxın, gəlirlər sənə deyirlər ki, filan yerdə fəqir var, ona kömək eləyərsən. Deyirsən, haradadır? Deyir, orada qalır. Gəlirsən, neyinsən? Kömək eləyirsən. Burada sən tapmadın fəqiri. Səni gəldilər, xəbər verdilər, getdin fəqirin qapısına. Bu birisində isə özün axtarırsan fəqiri, çünki canında bu var. Birində səni tapırlar, o birisində sən axtarırsan. Onun Quranda bir ayə var. Əziz Allahımız, fi əmvalihim haqqun lis-saili vəl-məhrum. Sizin pullarınızda iki nəfərin haqqı var. Biri saildir, biri məhrumdur. Sail budur, istəyir. Qapı budur, mənə kömək elə. Məhrum budur, gəlmir. Üzü utanır, üzünün həyası imkan vermir. Deyə bilmir, o məhrumdur, onu sən tapmalısan. Bir var, Allah alır, bir var, can, bəşər satır. Allah alır, sanki burada alıcı düşüb qabağa. Bir şərait yaradır ki, sən neyləsən, savaba düşəsən, bir iş görəsən. Burada isə özü axtarır insan. Burada keçib qabağa satıcı özü axtarır. Axtara gezir. Əmirül-Möminin bu məqamından söhbət açır. Yəni, Əmirül-Möminin xüsusiyyəti bu idi ki, özü axtarardı qapıları, yetimlərin qapısını. Bir var, yetimə əl tutursan, bir də var, Əbul-Əytam olursan, yetim atası olursan. Bunlar fərqli bir şeydir. Hamının qapısını gəlib yetim döysə kömək eləyər çox vaxtı. Əmirül-Mömin o məqamı da var idi. İnnəmə nut'imukum livəcihillah, yetim qapını döyəndə verdi. Orada bir məqamdır. Burada böyütdü mövzunu Allahımız deyir, özü axtarır. Ona görə Əbul-Əytamdır. Ona görə o, nəinki yaxşılıq gəlir bunu tapır, özü yaxşılıqları axtarır, tapır. Özü can atır, canında var bunun. Bəzi adamlar var, onun 5 man pul alınca 50 dənə də istəyirsən. 100 dənə ayə deyirsən. Da Tövrata ecə geyib çıxırsan. Nə bilim, İncildən bir stat gətirsən. Axırı sən narahat olma. Axırı deyir, dünyama da verəcək Allah mənəm. Axırı 100 man pul verəcək Allahın yolunda. 2 saat danışdırır adam. Adam canındadır. Yaxşı. Özü nəsə eləmək istəyir. Burada Allah Əmirül-Mömin o məqamından söhbət açır. Bu bir məsələ. Amma qutarmadıq. Allah Quranda 3 cür məqamdan söhbət açır. Bəziləri cəhənnəmin xofundan ibarət edir. Bəziləri cənnət eşqi ilə, şövqi ilə. Bəziləri Allah eşqi ilə. Olan cənnət, cəhənnəm deyil dərdi, olan Allahdır dərdi. Yaxşı. Hədis, ayə deyim. Və fil axirəti əzabun şədid və məğfirətun minəllah və rizvan. Buyurur, insanlar 3 cürdür. Ona görə 3 cür cəhətdən toxunur. Fil axirəti əzabun şədid. Cəhənnəm var, müğayət olun. Sonra keçir
məğfirətun minallah. Cənnət də var, rəhmət də var, qufran da var, bağışlamaq da var. Sonra dəyişir mövzunu. Var ridvanun. Bir dənə də məqam var ha. Mən səndən razı qalaram. Başqa ayə deyirəm. Fi cənnatin ədnin ridvanun minallahi əkbər. Cənnət yaxşı yerdir, amma ridvanun minallahi əkbər. Allahın razılığı var. Bu da iki. Deməli, Allahın razılığı üçün yaşamaq başqa bir şeydir. İndi bir dənə söz deyirəm sizə. Bəzi insanlar dərdi səri budur, cənnətə girsin. Bəzi insanlar bu mənada nə deyib? Bu cənnətə girən insan. Cənnətə qonaqdır. Düz deyim. Cənnətə girir, cənnətə qonaq. Bəziləri cənnətə sahib olur. Ev yiyəsi olur. Yaxşı. Bəziləri isə cənnətdən keçib o tərəf. Allahın razılığını, Allahın özünü, onun eşqini istəyir. Bəziləri cənnətə girir. Bəziləri cənnətə sahib olur. Bəziləri Allahın razılığını istəyir. Allahın eşqi üçün Allah addım atır. Allahın özünü istəyir. O ki, qaldı cənnət. Cənnət getdi. Yaxşı, bu ki, bəllidir. Bəziləri gedər cənnətə olar qonaq. Bu ayə ki, mən sizə Tövbə 111-də oxudum. İnnəllaha iştərə minəl mu'mininə ənfusəhum və ənvaləhum. Allah alır canları, malları. Verir neyimi? Nə verir ona? Cənnət. Elə demir. Demir, onlar cənnətə gedir. Deyir, bi ənnə ləhumul cənnə. Ləhum, ləm kəlməsi, li. Onlar cənnətə sahib olurlar. Ləhum. Daha cənnət onlarındır. Daha qonaq deyirlər, ev yəsidirlər. Ev yəsidirlər. Daha məqamları böyükdür. Bunlar ev yəsi şəfaət deyirlər də. Biz ev yəsi evində qonaq çağıranda 50 dənə çağırır, özü bilər. Amma da qonaq deyirlər, təkkələr. Deməli, Allah Tövbə 111-də deyir ki, onlar nədir? Cənnətə sahib olurlar. Onlar böyük bir məqamdadılar. Amma ondan da bir tərəf yuxarıya var. Biri cənnətə girir, biri cənnətə sahibdir. Bir məqam da var ki, onun dərdi səri cənnətə girim, cənnətə sahib olmaqdan da böyükdür. Onların dərdi səri budur. Minənnası mən yəşri nəfsə ibtiğa mərzatillah. Səni istəyirik. Sənin razılığı istəyirəm. Sən. İmam Baqir deyir, mən canımı satıb cənnət almaram. Canımın qiyməti cənnətdən bahadır. Biz səni istəyirik. Cənnəti dərləri də verəcəklər də alimlərin sözüdür. Necə? Cənnəti dərləri də verəcəklər. Sən ondan ali məqamları düşün. Bəli. Onlar ki, çatıblar o yerə ki, sırf Allahın razılığı üçün yaşayırlar. Biri cənnətə girir, biri cənnətə sahib olur. Bunlar üçün Allah Quranda bir yerdə buyurur ki, فَأَمَّا اِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ. Onlar ki, müqərrəb oldular, yəşhədühül müqərrəbun izah verilmişdir. Müqərrəb yəni Allaha yaxın oldular, Əhl-i Beytin məqamıdır. فَأَمَّا اِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ فَرُوحٌ وَرَيْحَانٌ وَجَنَّةٌ نَعِيمٌ. Onlar cənnətin daha özüdülər. Cənnətin özüdülər, özü. Onlar getdiyi yer cənnət olar. Onlar olduğu yer gülüstan olar. Onlar səhranı kərbəbəla eləyər, cənnət eləyər. Onların nəfəs deydiyi insan deyişlər. Onlarla insan oturanda cənnətdə oturub. İmam Sadiq dediyə bir nəfər, biz cənnətə nə vaxt gecikdik, cənnətdə sənə dedi, harada? Dedi, oturmuşsan mənim yanımda. Xülasə, onlar ki, Allahın razılığı üçün yaşayır, Allah üçün yaşayır, Allahın məhəbbətini istəyir, daha onların niyyəti böyüyüb. Onlar nəyə ki, cənnətə girər, nəyə ki, cənnətə sahib olar? Onlar cənnətin özüdürlər. Həzrəti Əmirül-Müminin haqqında deyilən söz budur. Və minən-nasi mən yəşri nəfsəhu ibtiğa əmərdatillah. Mənim orada yatan o bəndəm Allahın razılığı üçün yaşayır. Başqa bir ayda nə buyurdu? Rizvanun minallahi əkbər. O necə razılıqdır? Ondan ötürü bir şey mi var? Ən böyük əl odur. Deməli, Əmirül-Müminin ən böyük bir zirvədə olan məqamdadır. Bu iki dənə ayə yəni qoyanda və Əmirül-Müminin sanki cənnətin özüdür. Və bu ayədən nəticə çıxartdıq ki, onun niyyəti o qədər və xüsusiyyətləri də bu qədər və bundan da artıqdır. İnşallah hələ davam edəcəyik. Gələn söhbətdə bu ayə bitdi, amma gələn söhbətlərimiz hələ Əhl-i Beyt Quranda var. İnşallah. Allah ömrünüzə bərəkət versin, elminizə bərəkət versin. Möhtəşəm idi. Allah sizdən razı olsun. Çox sağ olun.